Salam dostlar. Gəlin bu MHM Tədris Mərkəzinin müəllimlərin işə qəbul testindən trigonometrik tənliklər mövzusunun son 124-148-ci suallarına birlikdə baxaq. Bunu əslində qalsa mən paylaşmaq fikrində deyildim, amma bir nəfər məndən yazıb xahiş elədi ki, izləyicilərdən biri xahiş elədi ki, bu haqda video çəksəm daha yaxşı olar. Buna səbəb kimi də əvvəlki nəşrlə bu nəşrdə sualların fərqli olmağındaydı. Sualları eləyəndə fərqli bir sual görmədim. Suallar əvvəlki suallara bənzər idi. Sadəcə müəyyən qədər burada diqqət yetirməli məqamlar var idi. Gəlin indi sualların bir izahına baxaq. 124-cü sualda deyilir ki, tənliyi həll edin. Baxırıq, tangens 3x vurulsun, kotangens mötərizədə x çıxaq pi bölünsün 3 bərabərdir 1. Biz bilirik ki, tangens alfanı kotangens alfaya vurduqda nə alarıq? 1 alarıq. Eyni zamanda biz bilirik ki, kotangens pi üstə gələk alfa bərabərdir yenə də kotangens alfaya. Bu deməkdir ki, onda təkcə tangens alfa vuraq kotangens alfa 1'ə bərabər deyil. Eyni zamanda tangens alfa vurulsun, kotangens pi üstə gələk alfada yenə hasili bizə 1 verər. Onda ümumi hal kimi biz bu şəkildə yazırıq ki, deməli, burada 3x bərabərdir, x çıxaq pi bölünsün 3 üstə gəlinsin pi k. Yəni burada pi'nin k misillərindən söhbət gedir. İndi məqsədimiz buradan x'i tapmaqdır. X'i bərabərin sol tərəfinə keçirdik. 3x'dən x çıxdıqda qalır 2x. O da bərabərdir. Mənfi pi bölünsün 3 üstə gəl pi k. Buradan da x'i tapdıqda hər iki tərəfi 2'yə bölsək, mənfi pi bölək 6 üstə gəl pi k bölünsün 2 almış olarıq. Yəni doğru cavab olar A bəndi. İndi 125-ci suala baxaq. 125-ci sualda deyilir ki, verilmiş bu tənliyi ödəyən x'in ən kiçik müsbət qiymətini tapın. Dərhal yazırıq sinus mötərizədə 2x çıxaq 45 dərəcə bərabərdir kosinus mötərizədə 60 dərəcə çıxaq x-ə. İndi biri baxırıq ki, bərabərin hər iki tərəfində müxtəlif trigonometrik funksiyalar var. Ona görə birinci biz bunları eyniləşdirməliyik. Bunun üçün yenə nə yazırıq? Sinus 2x çıxsın 45 dərəcə bərabərdir kosinus. Baxın 60 çıxaq x'i bu şəkildə yazmaq olarmı? 90 dərəcə çıxaq mötərizədə 30 dərəcə üstə gəlinsin x şəklində. Beləliklə sinus 2x çıxaq 45 dərəcə bərabərdir. Deməli kosinus 90 dərəcə çıxılsın. Baxın yerdə qalana alfa desək 90 dərəcə çıxaq alfa olur. O da bizə sinus alfa verir. Yəni sinus x üstə gələk 30 dərəcə. İndi biz burada baxın bu suallar türk test toplarını edən müdavimlər olsun, birinci qruplar olsun, müəllimlər olsun. Orada bu tip sualları biz çox yəni əsas etmiş olanlar çox rastlaşmış olarlar. İndi biz nə edək? Bunu iki üsulla eləyə bilərik. Baxın sinus nə zaman eyni bir qiyməti alırdı? Məsələn sinus 60 dərəcə ilə sinus 120 dərəcə eyni qiyməti alırdılar, düzdürmü? Yəni oradan da yazmaq olar, o bərabərlikdən də istifadə edib yazmaq olar. Bir də birbaşa deməli sağdakı sinusu bərabərin soluna keçirtməklə sinus alfa çıxaq betanın açılışına gətirməklə də eləmək olar. Gəlin biz bildiyimiz elə o bucağın deməli sinus alfa çıxaq sinus betanın açılışına gətirək. Deməli çıxaq sinus mötərizədə x üstə gələk 30 dərəcə bərabərdir 0. Beləliklə 2 vuraq. Sinus bucaqları çıxıb yarıya bölürük. Deməli 2x'dən x çıxdıqda biz alırıq x, mənfi 45'dən 30 çıxdıqda mənfi 75. Deməli 2 sinus x çıxaq 75 dərəcə bölü 2 vurulsun kosinus. Burada da bucaqları cəmləyib yarıya bölürük. Yəni 3x çıxılsın 15 dərəcə bölünsün 2'yə bərabərdir 0. İndi hasilin 0'a bərabər olması üçün vuruqların hər biri ayrı-ayrılıqda 0'a bərabər olmalıdır. Yəni sinus x çıxılsın 75 dərəcə bölə 2 bərabər 0 olmalıdır. Və kosinus 3x çıxılsın 15 dərəcə bölünsün 2 0'a bərabər olmalıdır. İndi sinus nə zaman 0'a bərabər olurdu? X çıxaq 75 dərəcə bölə 2 bərabərdir pi k olsaydı. Buradan biz x'i tapsaq
X bərabərdir. Əvvəlcə pikanı 2-yə vururuq. Olur 2 pika. Mənfi 75 isə bərabərin sağına keçiririk. Olur müsbət 75 dərəcə. Beləliklə müsbət 75 dərəcə üstə gələ 2 pika. İndi isə kosinus alfa bərabərdir 0 tənliyinin həllinə baxaq. Deməli 3x çıxaq 15 dərəcə bölünsün 2 bərabərdir. Nə zaman 0-a bərabər idi kosinus? 90 dərəcədə. 90 dərəcə üstə gələk pm. Bunu m-lə işarə edək. Beləliklə əvvəlcə bərabərin hər iki tərəfinə 2-yə vuraq. Beləliklə 3x çıxaq 15 dərəcə bərabərdir. 180 dərəcə üstə gələk. Baxın, elə bunu yazmaq olar bu şəkildə. 360 dərəcə vurulsun m. Hər tərəfi gəlin 3-ə bölək. X çıxılsın 5 dərəcə bərabərdir 60 dərəcə üstə gələk 120 dərəcə vur m. Buradan isə x bərabərdir 65 dərəcə üstə gələk 120 dərəcə vurulsun m almış olarıq. İndi burada ən kiçik müsbət həlli tapmaq tələb olunur. Əgər biz soldakı həll üçün k-nı yerinə 0 qoyduqda x-ə 75 dərəcə alarıq. Sağdakı həll üçün isə m-in yerinə 0 qoysam x-ə 65 dərəcə alarıq. Beləliklə deməli x-in ən kiçik müsbət tam qiyməti, daha doğrusu x-in ən kiçik müsbət qiyməti 65 dərəcə olar. İndi isə 126-cı suala baxaq. 126-cı sualda belə bir tənlik verilir və bu tənliyin deməli 0-2 pi aralığında neçə kökünün olduğu bizdən soruşulur. Beləliklə bu ifadənin 0-a bərabər olması üçün kəsirin sürəti 0-a bərabər olmalıdır. Məxrəci isə yəni 1 çıxaq tangens x isə 0-dan fərqli olmalıdır. Sinus 4x 0-a bərabərdirsə, deməli 4x bərabərdir. Sinus nə zaman 0-a bərabər idi? Pikada. Beləliklə x bərabərdir. Pi bölünsün 4 vurulsun k almış olaraq. Buradan isə biz ikinci tənlikdən tangens x fərqlidir 1 alır. Yəni tangens x 1-ə bərabər ola bilməz. Beləliklə k-ya 0 verdikdə x-ə 0 alırıq. K-ya 1 verdikdə x-ə pi böl 4 alarıq. K-ya 2 verdikdə x-ə pi bölək 2 almış olarıq. K-ya 3 verdikdə x bərabərdir 3 pi bölünsün 4 alarıq. Sonra k-ya 4 verdikdə x bərabərdir pi alırıq. K-ya 5 verdikdə x bərabərdir 5 pi böl 4. K bərabərdir 6 olduqda x bərabərdir, deməli bağışlayın, burada mənfi yazdım. 3 pi bölünsün 2. K-ya 7 verdikdə x bərabərdir 7 pi böl 4. K-ya isə 8 verdikdə 2 pi alırıq. Amma şərtə görə biz 2 pi-ni ala bilmərik. İndi gəlin biz bu sinus 4x bərabər 0 tənliyinin həllindən x üçün aldığımız qiymətləri ikinci tənlikdə, yəni tangens x fərqlidir 1 tənliyində nəzərə alaq. Deməli, x-in yerinə 0 qoysaq, birinci yəni x-in yerinə 0 qoyaq, x-in yerinə 0 qoyuqda tangens 0-da 0-a bərabərdir, yəni 1 almır. Deməli, kəsir məxrəzində hər şey qaydasındadır. Amma x-in yerinə pi böl 4 qoyduqda tangens 1-ə bərabərdir. Bu ola bilməz. Sonra pi bölək 2 ümumiyyətlə qoyamırıq. Çünki pi bölək 2-də tangens təyin olunmayıb. Deməli, tangens x-in yerinə 3 pi böl 4 qoyduqda mənfi 1-ə bərabərdir. Yəni 1 də mənfi 1-ə bərabər olmadığı üçün bu da bizim axtardığımız həldir. Sonra pi qoysaq, tangens pi-də 0-a bərabər olur. 0-da 1-ə bərabər deyil. Deməli, bu da olar. 5 pi böl 4 qoyduqda isə tangens, baxın bu çevrilməyə gəlir. Çevirmə düsturuna. Tangens 5 pi böl 4-ü biz bu şəkildə yaza bilərikmi? Pi üstə gəl pi böl 4 şəklində. Bu da bizə verir nə? Tangens pi böl 4. Bu deməkdir ki, tangens pi böl 4-də də 1 alır. Yəni 1 1-ə artıq bərabərdir. Yəni bu da bizim kənar kökümüzdür. Sonra 3 pi bölək 2-də də tangens təyin olunmayıb. Bir də onda qalır 7 pi böl 4-ü tapmaq. Yəni tangens 7 pi böl 4 bizdə görək nə verir? Tangens deməli pi üstə gəl 3 pi böl 4 yazırıq. Tangens pi üstə gələk alfada tangensə bərabərdir. Yəni tangens bu bizə 3 pi böl 4 verər. 3 pi böl 4-də isə tangens mənfi 1 alır və mənfi 1 də 1-ə bərabər deyil. Beləliklə bizim bu tənliyin 0-2 pi aralığında 4 həlli olar. Sonra 127-ci suala baxaq. 127-ci sualda deyilir ki 2 sinus 2x çıxılsın 5 kosinus 2x üstə gələk 3 sinus x kosinus x bərabərdir 0 tənliyinin 0 pi böl 2 aralığında neçə kökü var? Bunun üçün biz neyiniyək? Yazaq 2 sinus 2x çıxaq 5 kosinus 2x. Üstə gələk. Biz baxırıq ki, diqqət etirsək görərik burada 3 sinus x kosinus x var. Biz deyirik ki, əgər burada
3 yox, 2 olsaydı bu nəyin açılışına gələrdi? Sinus 2x-in açılışına gələrdi, doğrudurmu? Ona görə bu ifadəni 2-yə vururuq, eyni zamanda 2-yə bölürük. Yazıram. 3 vurulsun 2 bölünsün 2. Diqqətinizi cəlb eləsin deyən həmin hissəni qırmızı ilə işarə edirəm. Vuraq sinus x, vuraq kosinus x bərabərdir 0. Beləliklə 2 sinus 2x, çıxaq 5 kosinus 2x, sonra üstə gələk, baxın 3 bölək 2, baxın 2 sinus x kosinus x bizə verir sinus 2x bərabərdir 0. Beləliklə 2 sinus 2x'in üzərinə 2-də 3 sinus 2x'i gəldikdə alırıq 2-də 7 sinus 2x. Çıxaq 5 kosinus 2x bərabərdir 0. Buradan biz 7 bölək 2 sinus 2x'i hesablasaq, alarıq 5 kosinus 2x. Deməli, bərabərin hər iki tərəfini çarpaz şəkildə tənasüb qaydasından həll etsək, alarıq. Sinus 2x bölək kosinus 2x bərabərdir 10 bölünsün 7. Buradan isə tangens 2x bərabərdir 10 bölü 7 alarıq. İndi baxın, tangens 2x bərabərdir 10 bölü 7 isə, deməli 2x bərabərdir arc tangens, deməli 10 bölünsün 7, üstə gəl, tangensin dövrü pi k idi, ona görə üstə gəl pi k. Beləliklə x də bərabərdir 1 bölünsün 2, arc tangens 10 bölünsün 7, üstə gəl pi k bölünsün 2 almış olarıq. Əgər biz k-ya 0 versək, onda x-ə 2-də 1, arc tangens 10 bölünsün 7 almış olarıq. Əgər biz k-ya 1 versək, onda x bərabərdir 1 bölünsün 2, arc tangens 10 bölü 7 üstə gəl pi bölə 2 almış olarıq. Halbuki 0-2 pi bölünsün 2 aralığından biz kənara çıxa bilmərik. Ona görə ikinci kök artıq kənar kökdür və beləliklə bizim bu tənliyin yalnız bir kökü olar. İndi isə 128-in sualı baxaq. 128-in sualda yenə tənliyin ən kiçik müsbət kökünü tapmaq tələb olunur. Dərhal yazırıq. Kosinus mötərizədə 3x çıxaq 30 dərəcə bərabərdir mənfi sinus x. Mənfi sinus x isə gəlin bunu biz bu şəkildə yazaq. Deməli, mənfi sinus x olması üçün çevirmə düsturunu yadımıza salırıq. Bu bizə nə verməlidir? Kosinus 90 dərəcə üstə gələk x şəklində yazılmalıdır. İndi kosinus 90 dərəcə üstə gələk x-i bərabərin sol tərəfinə keçirdək. Beləliklə, kosinus mötərizəsində 3x çıxaq 30 dərəcə, çıx kosinus 90 dərəcə üstə gəl x bərabərdir 0. Burada kosinuslar fərqinə gəlir. Deməli, 2 vurulsun, daha doğrusu mənfi 2 vuraq. Hər ikisi sinus şəklində olurdu. Sinus, deməli, bucaqları toplayırıq. Olur 4x üstə gələk 60 dərəcə bölünsün 2. Vuraq, deməli, sinus bu dəfə bucaqları çıxırıq. 3x-dən x çıxırıq 2x. Mənfi 30-dan isə 90 çıxdıqda mənfi 120 dərəcə böl 2 bərabərdir 0. Beləliklə, mənfi 2 vurulsun, sinus mötərizədə 4x üstə gələ 60 dərəcəni 2-yə böldükdə 2x üstə gəl 30 dərəcə vurulsun, sinus 2x-i yarıya bölüləm. X çıxılsın 60 dərəcə bərabərdir 0. İndi bu hasilin sıfıra bərabər olmağı bu deməkdir ki, vuruqların hər biri ayrı-ayrılıqda sıfıra bərabər olmalıdır. Yəni, sinus 2x üstə gələk 30 dərəcə bərabərdir 0 və sinus x çıxılsın 60 dərəcə bərabərdir 0. İndi nə edirik? Buradan artıq 2 dənə sinus üçün xüsusi hal almış olarıq. Deməli, 2x üstə gələk 30 dərəcə bərabərdir. Sinus 0-ı nə zaman alırdı? Pi k-da və eyni qayda ilə x çıxıq 60 dərəcə bərabərdir pi m. Buradan x-i tapsaq, deməli, əvvəlcə 30 dərəcəni sağa keçirdirik. Pi də bizdə 180 dərəcədir. Onda olur, mənfi 30 dərəcə üstə gələk 180 dərəcə vur k və 2-yə bölməliyik. Beləliklə, x bərabərdir mənfi 15 dərəcə üstə gələk 90 dərəcə vurulsun k. Eyni ilə ikincidən də x bərabərdir. Mənfi 60-ı sağa keçirsək, müsbət 60 dərəcə üstə gələk 180 dərəcə vuraq m almış olaraq. Beləliklə, əgər k-ya 0 versək, buradan x-ə biz mənfi 15 dərəcə almış olarıq. Amma buradan müsbət kökünü tapmaq tələb olunur. Ona görə k-ya 1 veririk. K-ya 1 verdikdə x-ə biz alarıq 75 dərəcə. Sağdakı ikinci kökdə isə m-in yerinə 0 versəm, x-ə biz 60 dərəcə almış olarıq. İndi ən kiçik müsbət kök dedikdə biz müsbət 60 dərəcəni götürməliyik. 127-ci sualda isə doğru cavab D bəndi idi. Üzr hesab edin, burada cavabları işarə eləmək yadımdan çıxır. Amma yəqin ki, həllərdən asanlıqla cavabın nə olduğunu bilərsiniz. İndi isə gəlin 129-cu suala baxaq.
129-cu sualda deyilir ki 4 kosinus kvadratı x üstəgələk 3 tangens kvadratı x bərabərdir 4 tənlinin 0 pi aralığında neçə kökü var? Dərhal belə bir şey yazaq. 4 vuraq kosinus kvadratı x üstəgələk 3 vurulsun. Tangens kvadratı x'i bu şəkildə yaza bilərikmi? 1 bölək kosinus kvadratı x çıxaq 1. Yəni bu bir eynilik də. 1 üstəgələk tangens kvadratı x bizdə 1 bölək kosinus kvadratı x-ə bərabər idi. Deməli, tangens kvadratı x-i tapdıqda belə bir əvəzləmə apara bilərik. Beləliklə, 4 kosinus kvadratı x üstəgələk 3 bölünsün kosinus kvadratı x çıxaq 3 bərabərdir 4. İndi kosinus kvadratı x-ə biz bir t desək, nə olar? 4t üstəgələk 3 bölünsün t, çıxılsın 3, çıxılsın 4 bərabərdir 0. Bax, bu şəkildə biz yaza bilərik. Beləliklə, deməli, 4t kvadratı üstəgələk, deməli, 3 çıxaq 7t bərabərdir 0. Bax, bu şəkildə biz bunu yazdıq. Sonra görək nə cür eləyə bilərik. Nə cür eləyə bilərik? Bu bizə nəsə verərmi? Bu bizə deyəsən heç bir şey vermir. Çünki biz gərək diskriminantı tapaq. 49 yoxsa verir. Bizə dəqiqə. Deməli 4t kvadratı çıxaq 7t üstəgələk 3 bərabərdir 0. Bəli, bu bizə verir. 4t çıxaq 1. Bir də t çıxaq 3 bərabərdir 0. Buradan yoxsa yanlış mı vuruqlar ayırdım? Bizə dəqiqə. Deməli 4t çıxaq 3 və t çıxılsın 1. Bəli, indi düzgün vuruqlara ayırdım. Bu bərabərdir 0. Buradan 4t çıxaq 3 bərabərdir 0 və t çıxaq 1 bərabərdir 0 alarıq. Beləliklə t1 bərabərdir 4-də 3-ə, t2 isə bərabərdir 1-ə. İndi bizdən nəyi tapmaq tələb olunur? Deməli, kosinus kvadratı x bərabərdir t-dirsə, bir də kosinus kvadratı x t-yə bərabərsə, gəlin t-lərin yerinə qiymətlərini qoyaq. Deməli, biri olur 4-də 3, bir dəfə də kosinus kvadratı x bərabərdir 1. Buradan biz nə alırıq? Alırıq ki, kosinus x bərabərdir kök altında 3 bölünsün ki, müsbət mənfi kök altında 3 bölünsün ki, bir dəfə də biz belə də yaza bilərik. Gəlin dərəcəni aşağı salma ilə yazaq ki, bu 2 qat köklərdən canımızı qutaraq. Deməli, 1 üstəgələk kosinus 2x böl 2 bərabərdir 4-də 3. Hər tərəfi 2-yə vursaq 1 üstəgələk kosinus 2x bərabərdir 3 bölünsün 2. Buradan kosinus 2x bərabərdir 2-də 1 alırıq. 2x də bərabərdir. Deməli, müsbət mənfi 2-də 1 nə zaman alır? Pi bölü 3-də müsbət mənfi pi bölü 3 üstəgələk 2 pi k. Buradan da x bərabərdir. Müsbət mənfi pi bölünsün 6 üstəgəl pi k almış olarıq. Eyni qayda ilə 1 üstəgələk kosinus 2x bölünsün 2 bərabərdir 1-dən. Kosinus 2x'e biz 1 alırıq. Buradan da 2x bərabərdir 2 pi k və x də bərabərdir pi k. İndi burada pi k yazdım. Yəni bu şərtidir. Pi'm də yaza bilərsiniz. Bu qarışdırmayın bunu. İndi burada biz x'ə 0 pi aralığındakı kökləri tapmaq istəyirik. Deməli x1 bərabərdir müsbət pi bölək 6 üstəgəl pi k-dır. x2 isə bərabərdir mənfi pi bölünsün 6 üstəgəl pi k-dır. Deməli biz burada k'ya qiymət versək, k'ya 0 versək, x'ə pi böl 6 alarıq. K'ya 1 versək, x'ə deməli 7 pi böl 6 alarıq ki, 7 pi böl 6 artıq kənar kökdür. Deməli bu ola bilməz. Ancaq pi böl 6-dır. Sonra ikinci tənlikdə k'ya 0 versək, mənfi pi böl 6 alarıq. Amma biz k'ya 1 verməliyik. Onda 1 verdikdə pi vuraq 1 çıxaq pi böl 6-dan biz alırıq 6-da 5 pi. Deməli 2 dənə kökümüz var hələ ki. Burada isə x bərabərdir pi k'dan k'ya 0 versək ondan 0 alırıq. 1 də versək deməli 1 alırıq. Hansı ki burada elə bir kökümüz bizim yoxdur. Və beləliklə bizim köklərimizin sayı ancaq 2 dənə olar. Yəni verilmiş aralığı ödəyən ancaq 2 dənə kök olur. Sonra 130-cu suala baxaq. 130-cu sualda deyilir 3 sinus 2x çıxaq sinus x kosinus x. Deməli bağışlayın, bunu yanlış yazdım. Kosinus x çıxaq 10 kosinus kvadratı x bərabərdir 0. İndi biz nə edək? Biz əvvəlcə gəlin bu sinus 2x'in ifadəsini açaq. Beləliklə o 2 sinus x kosinus x'dir. 3'ə də vurduqda olur 6 sinus x kosinus x çıx sinus x kosinus x çıxaq 10
kosinus kvadratı x bərabərdir 0. 6 sinus x kosinus x-dən sinus x kosinus x çıxdıqda 5 kosinus x sinus x çıxaq 10 kosinus kvadratı x bərabərdir 0. Hər iki tərəfi, bərabərin hər iki tərəfini 5-ə bölsək, beləliklə sinus x vur kosinus x çıxaq 2 kosinus kvadratı, bağışlayın yanlış yazdım. Kosinus kvadratı x bərabərdir 0 alarıq. Buradan biz kosinus x'i ortaq vuruq çıxartsaq, deməli qalar sinus x çıxaq 2 kosinus x bərabərdir 0. Beləliklə kosinus x bərabərdir 0 olmalıdır və sinus x çıxaq 2 kosinus x bərabərdir 0 olmalıdır. Buradan biraz sadələşmə aparsaq, tangens x bərabərdir 2'də 1 almış olarıq. Bağışlayın, 2 almış olarıq. 2 almış olarıq. İndi gəlin bu tənliyi həll edək. Deməli, kosinus x bərabər 0 isə x nə zaman deməli kosinus 0'a bərabər olurdu? X bərabərdir pi bölü 2 üstə gələ pika olsa. İndi bir dənə çevrə çəksək, bu daha rahat görünər. Bu vahid radiuslu çevrə üzərində asanlıqla göstərə bilərik. Deməli, bu bizim olsun çevrəmiz. İndi baxın, burada biz kosinusun 0'a bərabər olduğu hissələri axtarırıq. Nə vaxtdır? Nə idi? Pi bölü 2'dir. Bir də neçədə? 3 pi bölü 2'dir. İndi biz də gəlin bu intervalı da yaşılla göstərək. Deməli, 0'ı da alır. Sadə qrəb istiqamətdə fırlanırıq. Gəlir, çıxır bura, amma 2 pini ala bilmir. Deməli, bu 0-2 pi aralığında kosinus x bərabər 0 tənliyinin 2 kökü var. Eyni ilə tangens x bərabərdir 2 isə x də bərabərdir arctangens 2 üstəgəl pika almış olarıq. İndi biz deyirik ki, arctangens 2'dir. Biz harda ala bilərik? Biz birinci rübdə, bir də üçüncü rübdə. Çünki hər ikisi müsbət olmalıdır. Ona görə 2 kök də buradan beləliklə bizim 4 kökümüz olar. İndi 131-ci suala baxaq. 131-ci sualda deyilir ki, kosinus mötərizədə x çıxaq 20 dərəcə bərabərdir. Kosinus mötərizədə 2x üstə gəlsin 50 dərəcə bərabərlik verilibdir. Aşağıdakılardan hansı verilmiş tənliyin kökü deyil? İndi biz nə cür eləyə bilərik? Biz bilirik ki, kosinus alfa bərabərdir. Kosinus beta bərabərliyi varsa da ya alfa betaya bərabərdir ya da kosinus alfa bərabərdir. Kosinus deməli betanın yerinə əvəzinə yazılan beta üstə gələk 2 pi. Çünki kosinus 2 pi üstə gələk beta bizə yenə kosinus beta verir. Deməli onda kosinus x çıxaq 20 dərəcə bərabərdir kosinus 2x üstə gələk 50 dərəcədirsə biz bunu belə yaza bilərik. Böyüyü 2x üstə gələk 50 dərəcədir. Belə yazaq da. 2x üstə gələk 50 dərəcə bərabərdir kosinus x çıxsın 20 dərəcə üstə gələk 2 pi, yəni 360 dərəcə vurulsun k. Yəni bu bərabəri ümumi halda belə doğrudur. Beləliklə 2x üstə gələk 50 dərəcə bərabərdir. X çıxsın 30 dərəcə üstə gələk 180 dərəcə, bağışlayın 360 dərəcə vurulsun k. Beləliklə x-i atırıq sola. 2x-dən x çıxdıqda qalır x. Sonra 50 dərəcəni atırıq bərabərin sağ tərəfinə olur mənfi 80 dərəcə üstə gələk 360 dərəcə vurulsun k. İndi k-ya 0 versək, x-ə mənfi 80 dərəcə alırıq. K-ya 1 versək, biz x-ə alırıq neçə dərəcə? X-ə alırıq deməli x-ə alırıq neçə dərəcə? X-ə alırıq burada 360-dan 240 demək 280 dərəcə. 280 dərəcə. Amma baxırıq ki, belə bir variant yoxdur. Burada böyük ehtimalla mən hardasa yanlışa yol verdim. Bu kosinus çünki birinci və dördüncü rüblərdə eyni alırdı. Ya bunlar bunu belə yazmaq, burada biz artıq yanlışlığa yol verdik. Gəlin fərqlə açaq. Mən istədim o birisindən yazam, biraz qarışıq oldu. Üzrə hesab edirəm, özüm də yorğunam. Səhv eləməyək də bildiyimiz yoldan gedək. Deməli yazaq kosinus mötərizədə 2x üstə gələk 50 dərəcə çıxaq kosinus x çıxılsın 20 dərəcə bərabərdir 0. Bu daha rahatdır, çünki səhv eləmə şansımız demək olur ki, yoxdur. Fərqin hasilə keçmə ifadə düsturudur. Mənfi 2 vurulsun. Deməli sinus bir dəfə toplayıb yarıya bölürük. Deməli 3x üstə gələk 30 dərəcə böl 2 vuraq. Sinus bir dəfə də çıxıb yarıya bölürük. Deməli x çıxılsın 70 dərəcə üstə gəlsin 70 dərəcə bölünsün 2 bərabər 0. Beləliklə sinus 3x üstə gələk 30 dərəcə böl 2 bərabərdir 0 olmalıdır. Bir də sinus x üstə gələk 70 dərəcə bölünsün 2 bərabər 0 olmalıdır. Beləliklə
Ne zaman bu ifadeler sıfıra beraber olurdu? 3x üstə gələk 30 derece bölək 2 bərabərdir. 180 derece vurulsun k'ya. Yani sinüs 180 derecenin misillərində sıfır olurdu. Bir de eyni qayda ilə x üstə gələk 70 derece bölək 2 bərabərdir. 180 derece vuraq m'ə. Beləliklə birincidən nə alırıq? X üstə gəl 3 ortaq vuruq çıxardaq. Mötərizədə 10 derece bərabərdir 360 derece vurulsun k. Buradan x üstə gələk 10 derece bərabərdir 120 derece vurulsun k. Buradan x bərabərdir mənfi 10 derece üstə gələk 120 derece vurulsun k. Digər ifadədən isə x bərabərdir mənfi 70 derece üstə gələk 360 derece vurulsun m almış oluruq. İndi gəlin k'lara qiymət verək. K'ya 0 versək mənfi 10 derece alar. Baxırıq ki, bütün cavablarda hamısı müsbət dərəcədir. Ona görə k'ya 1 verək. K'ya 1 verdikdə 120'ni 1'ə vururuq. 120 üstə də mənfi 10 gəldikdə olur 110 derece. Baxırıq ki 110 derece bu kökdür. K'ya 2 verdikdə x bərabərdir 2 dəfə 120 240 mənfi 10 da üstə gəldikdə elədi 230 derece. Bu da var. Sonra k'ya biz 3 versək deməli x bərabərdir 120'ni 3'ə vururuq 360 mənfi 10 da üstə gəldikdə 350 derece. Artıq görürük ki A bəndi, C bəndi və E bəndi bizim cavablarımız ola bilməz. İndi isə ikinci həllə baxaq. Deməli ikinci kökdən görək biz x-lərə nə ala bilirik? M-ə 0 versək x mənfi 70 dərəcədir. O bizə lazım deyil. M-ə 1 verdikdə x bərabərdir 360'ı 1'ə vururuq. 360 üstə də mənfi 70 gəldikdə 290 derece almış olarıq. Beləliklə verilmiş tənliyin kökü olmayan 170 derecedir. Sonra 132-ci suala baxaq. 132-ci sualda deyilir ki, tənliyin kökləri cəmini tapın. Burada bir çox deməli insanları qorxudan sinus ark kosinuslu və ya kosinus ark sinuslu ifadələrdir. Amma burada qorxulası bir şey yoxdur. Gəlin biz belə bir ifadə yazaq. Sinus kvadratı eynilik yazaq. Üstə gələk sinus kvadratı alfa, üstə gələk kosinus kvadratı alfa bərabərdir 1'ə. Bəs buradan biz sinus kvadratı alfanı tapsaq nə alarıq? 1 çıxaq kosinus kvadratı alfa. İndi biz tənliyimizə baxsaq görərik ki, bizim bu sinusda olan hissədə kvadrat yoxdur. Onda hər iki tərəfi gərək kvadrata yüksəldək ki, həm onu dediyimiz sinus kvadratını ala bilək. Beləliklə, sinus kvadratı mötərizə içində ark kosinus x çıxaq 1 bərabər olmalıdır. 2x'in də kvadratı bizə verir 4x kvadratı. Sonra deyirik ki, bəs sinus kvadratı elbət ki, alfanın yerində bizdə ark kosinus x minus 1 durur. Onda mən deyirəm ki, bu nəyə bərabərdir? 1 minus kosinus kvadratı ark kosinus x çıxılsın 1 deməkdir. O da bərabər 4x kvadratı. Beləliklə 1 çıxaq. Baxın, əgər kosinus ark kosinus x minus 1 olsaydı, kosinus ilə ark kosinus bir-birini aparır, qalardı x minus 1. Əgər kosinusun kvadratıdırsa da, onda biz bunu, yəni bu hissəni silək, belə yaza bilərikmi? Kvadrat mötərəzənin üzərində kvadrat. Yəni bu şeyi yazmağa deməli ixtiyarımız var. Beləliklə kosinus ilə ark kosinus ixtisar edir, yəni bir-birini aparırlar. Biraz ixtisar edir, kobud kəlmə olar, amma yəni tərsin, deməli funksiyanın tərsinin tərsi o funksiyanın özünü verir də. Deməli yerdə nə qalır? X minus 1'in kvadratı bərabər 4x kvadratı. Beləliklə nə alırıq? 1 çıxaq x kvadratı üstə gələk 2x çıxılsın 1 bərabər 4x kvadratı. Mənfi müsbət 1 bir-birini aparır. Biri müsbət biri mənfidir. Beləliklə mənfi x kvadratını sağa keçirdikdə müsbət x kvadratı 4x kvadratı var 5x kvadratı və müsbət 2x də sağa keçdikdə mənfi 2x bərabərdir 0. Çevrilmiş kvadrat tənliyə gətirsək x kvadratı çıxaq 5'də 2x bərabərdir 0 alarıq. Beləliklə tənliyin kökləri cəmi müsbət 5'də 2'yə bərabər olar. Yəni doğru cavab C bəndi. 133-cü suala baxaq. 133-cü sualda yenə belə bir tənlik verilibdir. 3 sinus x kosinus x üstə gələk 7 kosinus kvadratı x bərabərdir 6. Və bu tənliyi bizdən həll etmək tələb olunur. Cavablara baxsaq, görərik ki, bu ark tangensli cavabların demək olar ki, 5 variantın 4'ündə var. Deməli, biz bunu nə cürsə tangensə gətirməliyik. Bunun üçün nə edirik? Bərabərin hər iki tərəfini biz kosinus kvadratı x'e bölürük. Onda 2 vuraq. Sinus kvadratı x'i kosinus kvadratı x'e böldükdə alırıq tangens x. Üstə gələk sinus x kosinus kvadratı x'e böldükdə alırıq 3 vurulsun tangens x. Baxın, yəni təzə bir yazılışdan yazaq tangens x. Üstə gələk kosinus kvadratı x'i də özünə böldükdə kosinus kvadratı x. Deməli, olar bir-birini aparır. Üstə gəl 7 almış olarıq. Bir də
Başlayın 6 yazdım. Bir də 6 bölünsün kosinus kvadratı x. İndi yazırıq. Burada tangens kvadratı olmalıdır. Belə xırda səhvlərə görə hər birinizdən üzr istəyirəm. Biraz fikir adamın dağılan kimi belə səhvlər olur. 2 deməli tangens kvadratı x üstə gələk 3 vurulsun tangens x üstə gəl 7 vurulsun. 6 bölək kosinus kvadratı x var. Bunu nə cür yazarıq? Baxın, belə yazmaq olarmı? 6 vuraq, mötərizə içində 1 üstə gələk tangens kvadratı x. Çünki 1 üstə gələk tangens kvadratı x 1 bölək kosinus kvadratı x-dir. Onu da 6-ya vurduqda 6 bölək kosinus kvadratı x alırıq. Beləliklə 2 tangens kvadratı x üstə gələk 3 tangens x üstə gəl 7 bərabərdir. 6 üstə gəl 6 tangens kvadratı x alırıq. Beləliklə 2 tangens kvadrat x-i bərabərin sağına keçirsək, 6 tangens kvadrat x çıx, 2 tangens kvadrat x bizə verir 4 tangens kvadrat x, çıxılsın 3 tangens x və üstə gəlinsin, bağışlayın, üstə gəlinsin yox, çıxılsın 1 bərabərdir 0 almış olarıq. Beləliklə, burada vuruqlara ayırsaq, 4 tangens x üstə gələk 1 vurulsun tangens x çıxılsın 1 bərabərdir 0. Bax, bu şəkildə vuruqlara ayıra bilərik. Beləliklə 4 tangens x çıxıb üstə gələk 1 bərabərdir 0 olmalıdır və tangens x çıxaq 1 bərabər 0 olmalıdır. Birincidən tangens x bərabərdir mənfi 4-də 1. Buradan x-i tapsaq x bərabərdir mənfi arc tangens 4-də 1 üstə gəl pn. Digər tərəfdən tangens x bərabərdir 1-dən x də bərabərdir pi böl 4 üstə gələk pn. Beləliklə bizim doğru cavabımız D bəndi olar. 134-cü suala baxaq. 134-cü sualda yenə də tənliyi tapmaq tələb olunur, həll eləmək tələb olunur. Yazırıq kosinus 7x üstə gələk 2 sinus kvadratı x bərabərdir 2 kosinus kvadratı x çıxaq kosinus 3x şəklində belə bir ifadə. Gəlin bərabərin sağ tərəfində olan ifadələri bərabərin soluna keçirdək. Beləliklə kosinus 7x üstə gələk 2 kosinus kvadratı x-i sağa bərabərin soluna keçirəndə 2-ni ortaq vuruq çıxardaram. Mötərizə içində olar sinus kvadratı x çıxaq kosinus kvadratı x. Sonra mənfi kosinus 3x-i də bərabərin soluna keçirsəm, müsbət kosinus 3x bərabərdir 0. Beləliklə, bağışlayın, bu səhifə getdi. Beləliklə, kosinus 7x, baxın, sinus kvadratı x çıxaq kosinus kvadratı x alırıq. Bu bizə kosinus 2x yox, mənfi kosinus 2x verir. Beləliklə, 2-yə də vurduqda mənfi 2 kosinus 2x üstə gələk kosinus 3x bərabərdir 0. İndi baxın, kosinus 7x ilə kosinus 3x-in cəmini hesablayıq. Yəni, cəmin hasilə keçmə düsturuna istifadə edilir. Beləliklə, 2 vurulsun kosinus 7x-lə 3x-i toplayıb yarıya bölürük. Olur 5x vuraq. Kosinus 7x-lə 3x-i toplayırıq. 4x yarısı da 2x. Çıxaq. 2 kosinus 2x bərabərdir 0. Bərabərliyin deməli, hər iki tərəfini 2-yə bölək və eyni zamanda kosinus 2x-i ortaq vuruq çıxardaq. Deməli, 2-yə böldükdə 2-lər gedir. Kosinus 2x-i də ortaq vuruq çıxardıqda qalır. Kosinus 5x çıx 1 bərabərdir 0. Deməli, kosinus 2x 0-a bərabər olmalıdır ya da kosinus 5x çıx 1 bərabərdir 0 olmalıdır. Beləliklə, buradan 2x bərabərdir. Deməli, kosinus 0-ı nə zaman alır? Pi bölək 2 üstə gələk pi k-da. Beləliklə, x də bərabərdir. Pi böl 4 üstə gələk pi k bölünsün 2. Deməli, bir cavabımız budur. Cavabımız da ya B bəndidir, ya D bəndidir, ya da ki E bəndidir. İndi ikinci tənliyimizi əldə etsək, kosinus 5x bərabərdir 1 alarıq. Buradan da 5x bərabərdir. Kosinus 1-i 2 pi-də alır, yəni 2 pi k-da ümumi halda. X də bərabərdir 2 pi k bölünsün 5 almış olarıq. Beləliklə doğru cavab olar E bəndi. Sonra 135-ci suala baxaq. 135-ci sualda deyilir ki, 2 kosinus x vurulsun sinus 3x bərabərdir sinus 4x üstə gəl 1. Deməli, bərabərin sol tərəfinə baxsaq, kosinus alfa vurulsun sinus betanın açılışı var. Bu nə cür idi? 2 vurulsun, deməli bu 2 həminkidir. 2-də 1 vuraq, mötərizə içində sinus, deməli, bucaqları toplayırdıq. 3x üstə x gəldikdə 4x və eyni zamanda üstə gələk sinus, deməli bu ifadələrin fərqi. Yəni 3x-dən x çıxdıqda qalır 2x. Bərabərdir sinus 4x üstə gəl 1. Buradan 2-lər ixtisar getdikdə qalır nə? Sinus 4x üstə gəl sinus 2x bərabərdir
sinus 4x üstəgəl 1. Beləliklə, sinus 4x'lər bir-birini islah etsə, sinus 2x bərabərdir 1 alarıq. Buradan 2x bərabərdir. Sinus 1'i pi bölü 2'də alır. Bir dəfədə 1 alması üçün 360 dərəcə dönməlidir. Yəni üstəgəl 2 pi k. Beləliklə x bərabərdir. Pi bölü 4 üstəgələk pi k. Pi bölü 4 üstəgələk pi k isə bizdə C bəndinə uyğun gəlir. 136-cı suala baxaq. 136-cı sualda belə bir tənliyi həll etmək bizdən tələb olunur. Deməli, kök adda 3 kosinus x çıxılsın sinus x bərabərdir 2 kosinus 3x-dir. Mən nə edirəm? Bərabərin hər iki tərəfini 2'yə bölürəm. Beləliklə, kök adda 3 bölünsün 2 kosinus x çıxılsın, deməli, sinus 2'də 1 sinus x bərabərdir 2'yə böldüyümə görə sağ tərəfdə sadəcə kosinus 3x qalır. İndi kök adda 3 bölü 2 neçə dərəcədədir? Kosinus 30 dərəcədə. Kosinus 30 dərəcə. Kosinus x çıxaq. 2'də 1 də onda sinus 30 dərəcədədir. Vurulsun sinus x bərabərdir kosinus 3x. Beləliklə, kosinus sol tərəfdə kosinus 30 dərəcə üstəgələk x-in açılışını aldıq. Çıxaq. Deməli, kosinus 3x-i də sola keçirdə çıxıq kosinus 3x bərabərdir 0. Yenə biz fərqin hasilə keçmə ifadəsini almışıq. Beləliklə, mənfi 2 vurulsun. Bir dəfə, deməli, sinus bucaqları toplayıb yarıya bölürük. X-in üstə 3x gəlir 4x. Üstəgəl 30. Yarısı bizə verir 2x üstəgəlsin 15 dərəcə. Bir də vurulsun sinus, deməli, bucaqları çıxırıq. 30 dərəcə, deməli, çıxaq. X-dən 3x çıxanda 2x bölünsün 2 bərabərdir 0. Hasilin 0'a bərabər olması üçün vuruqların hər biri ayrı-ayrılıqda 0'a bərabər olmalıdır. Ona görə bu mənfi 2'nin heç bir əhəmiyyəti yoxdur burada. Deməli, sinus mötərizə içində 2x üstəgələk 15 dərəcə bərabərdir 0 olmalıdır. Və sinus, deməli, 15 dərəcə çıxaq x bərabərdir 0 olmalıdır. Beləliklə 2x üstəgələk 15 dərəcə bərabərdir. Deməli, 0'ı nə zaman alırdı? Sinus pi k-da. Beləliklə, buradan deməli, 2x bərabərdir. 15 dərəcə bizdə pi bölünsün 12'dir. Deməli, mənfi pi bölü 12 olur bərabərin sağına keçəndə. Üstəgəl pi k. Buradan da x bərabərdir. Mənfi pi bölünsün 24 üstəgəl pi k bölünsün 2. Eyni zamanda 15 dərəcənin əvəzinə yenə yazıram. Pi bölü 12 çıxaq x bərabərdir. Yenə pi m. Yəni m-lə yazaq. Buradan həm də belə bir şey eləyək də. Yəni sinus tək funksiya olduğuna görə gəlin buradan hər iki tərəfi mənfi 1'ə vuraq. Onlarla sinus x çıxılsın 15 dərəcə bərabərdir 0. Buradan x çıxılsın 15 dərəcə bərabərdir yenə pi m. Buradan da x bərabərdir. Mənfi 15 sağa keçirsə müsbət 15 dərəcə eləyir. Onu da radianla ifadə eləsək pi bölü 12 üstəgəl pi m. Beləliklə doğru cavab pi bölü 12 üstəgələk pi k və mənfi pi bölü 24 üstəgələk pi k bölünsün 2. Yəni doğru cavab olmalıdır. D bəndi. Sonra 137-ci suala baxaq. 137-ci sualda deyir ki, sinus x üstəgəl 3 sinus x vuraq kosinus x bərabərdir sinus kubu x. Deməli, biz sinus kubu x çıxaq. Deməli, 3 sinus x kosinus x çıx sinus x bərabərdir 0 şəklində tənliyimizi quraq. Burada sinus x ortaq vuruq çıxarsaq qalar. Sinus kvadratı x çıxaq 3 kosinus x çıx 1 bərabərdir 0. Deməli, hasilin 0'a bərabər olması üçün vuruqların hər biri ayrı-ayrılıqda 0 olmalıdır. Yəni sinus x bərabərdir 0'dır. Buradan x bərabərdir biz pi k alırıq. Deməli, doğru cavabımız elə pi k-dır. Bəs görəsən, o birisi, yəni ikinci tənlik niyə görə 0'a bərabər olmur? Sinus kvadratı x-in əvəzinə yazaram. 1 çıxaq kosinus kvadratı x çıxaq 3 kosinus x çıxaq 1 bərabərdir 0. Baxın, burada mənfi və müsbət birlər bir-birini aparır. Sonra burada başqa görək, bizim səhv elədiyimiz bir məqam yoxdur ki, xeyr, yoxdur. Deməli, buradan hər yerdə qalır mənfi kosinus kvadratı x. Mənfi kosinus kvadratı x, deməli, mənfi kosinus kvadratı x çıxaq 3 kosinus x bərabərdir 0. Hər tərəfi mənfi 1'ə vursaq, kosinus kvadratı x üstəgələk 3 kosinus x bərabərdir 0 almış olarıq. Buradan da kosinus x vurulsun. Deməli, buradan kosinus x vurulsun. Mötərizə içində kosinus x üstəgələk 3 bərabərdir 0. Buradan kosinus x bərabərdir 0 və kosinus x bərabərdir mənfi 3 alırıq. Buradan da x bərabərdir pi bölü 2 üstəgəl pi k almış olarıq. Və ikinci tənliyin də kökü ümumiyyətdən yoxdur. Beləliklə, burada pi k bölünsün 2 üstəgələk
pika olmalıdır. Deməli, indi bu iki variantdan hansını götürmək lazımdır? İndi baxın, gəlin burada k'lara qiymət verək. Məsələn, bu sinusun həlli üçün qırmızı ilə işarə elədik. K'ya 0 versək, deməli x bərabərdir 0. K'ya 1 versəm pi, k'ya 2 versəm, deməli 2 pi və s. Düzdürmü? İndi ikinci tənlik, yəni kosinus x tənlik, x bərabər 0 üçün olan tənlikdə k'ya 0 versəm, x bərabərdir. Deməli, nə almalıyam? Pi bölək 2, k'ya 1 versəm 3 pi böl 2, k'ya 2 versəm 5 pi böl 2 və s. Düzdürmü? İndi mən elə bir tənlik, elə bir cavab götürməliyəm ki, hər bir həll bunun içərisində olsun. Bu ikisinin də kəsişməsi bizdə artıq ümumi həlli pika bölünsün 2-dir. Çünki k'ya 0 versəz, siz x-a 0 alırsınız. K'ya 1 versəz, x-a pi böl 2 alırsınız. K'ya 2 versəz, x-a pi alırsınız. Baxırsınızmı? Yəni, hər iki həllin cavabı elə deməli pika bölü 2 tənliyindən çıxır. Ona görə də doğru cavab olur. Elə pika bölünsün 2. Sonra burada 138-ci suala baxaq. 138-ci sualda deyilir ki, kosinus 2x çıxaq kosinus 6x üstəgəl kosinus 8x bərabərdir 1 tənliyin ən kiçik müsbət kökünü tapın. Deməli, neyini? Bu kosinus 2x ilə kosinus 8x-i gəlin cəmini hasilə keçirdək. Cəmin hasilə keçirmə düstundan istifadə etməklə cəmdən hasilə keçirdək. Beləliklə 2 kosinus bucaqları toplayıb yarıya bölürük. 8x-dən 2x-in cəmi 10x, yarısı 5x. Vurusu bir dəfə də çıxıb yarıya bölürük. Yəni kosinus 8x-dən deməli 2x çıxırım 6x, yarısı da bizdə verir kosinus 3x. Çıxılsın. Burada nə alırıq? Çıxaq kosinus 6x bərabərdir 1. İndi görək burada biz nə eləyə bilərik? Nə eləyə bilərik? Kosinus 3x. İndi gəlin belə yazaq. 2 kosinus 5x vuraq kosinus 3x. Çıxaq, baxın, kosinus 6x'i bu şəkildə yazmaq olarmı? 2 kosinus kvadratı 3x çıxaq bir şəkildə bərabərdir 1. Beləliklə 2 kosinus 5x vuraq kosinus 3x çıxaq 2 kosinus kvadratı 3x üstəgəl 1 bərabərdir 1. Baxın, birləri hər iki tərəfdən silsək, bərabərin sağ tərəfində 0 qalır. Beləliklə 2-ni də ortaq vuruq çıxardıram. Kosinus 3x'i də ortaq vuruq çıxardıram. Qalır kosinus 5x çıxaq kosinus 3x bərabərdir 0. Deməli, burada kosinus 3x ya 0-a bərabər olmalıdır, ya da kosinus 5x çıxılsın kosinus 3x bərabərdir 0 olmalıdır. İndi belə bir şey eləyək. Deməli, kosinus 3x bərabərdir 0-sa, olur onda 3x bərabərdir. Kosinus 0-ı nə zaman alır? Pi bölü 2 üstəgələ pi k-dır. Beləliklə, x də bərabərdir. Pi bölünsün 6 üstəgəl pi k bölünsün 3. Sonra, fərqi hasilə gəlin ki, çevirək. Mənfi 2 vurulsun sinus. Deməli, toplayıb yarıya bölürəm 4x. Çıxıb yarıya bölürəm. Sadəcə sinus x bərabərdir 0. Deməli, sinus 4x 0-a bərabər olmalıdır. Yazıram, sinus 4x bərabərdir 0. Buradan 4x bərabərdir pi k-dan. X bərabərdir pi bölək 4 vurulsun k alıram. Eyni zamanda sinus x bərabərdir 0-dan x bərabərdir pi-ni alıram. İndi deyək ki, ən kiçik müsbət kökünü tapın. Deməli, birinci tənlikdə k-nın yerinə 0 qoysaq, x-ə pi bölü 6 alırıq. Sonra ikinci tənlikdə x-in yerinə, deməli, x-in yerinə biz 0 qoysaq, ya 1 qoysaq, müsbət almalıyıq. Pi bölü 4 alırıq. Burada isə e-nin yerinə 1 qoysam, x bərabərdir pi alıram. Bunların içində ən kiçiyi pi bölü 6 olar. Yəni, doğru cavab E bəndi olur. Sonra, 139-cu suala baxaq. 139-cu sualda deyilir ki, sinus 3x çıxaq 2 kosinus 2x bərabərdir 3. Baxın, bu tənlik ikinci hissə test toplusunda trigonometrik tənliklər mövzusunda var. Bunu nə cür əldə edirik? Əgər biz sinus 3x-ə 1 desək, onda kosinus 2x bizdə mənfi 1 olsa, beləliklə biz ifadəni almış olaraq, baxın 1 çıxaq 2 vurulsun mənfi 1 bərabərdir 3. Gördünüz, həqiqətən də bu 3 bərabəri aldı. Bu xüsusi artıq yollarla həll olan tənliklərdə xüsusi hallardır. Beləliklə sinus 3x bərabərdir 1 və kosinus 2x bərabərdir mənfi 1 tənliklərini biz aldıq. İndi bunu gəlin həll eləyək. Həll eləmək üçün biz nə edirik? Deməli, yazırıq 3x bərabərdir. 1-i nə zaman alır? Pi bölək 2 üstə gələk 2 pi k-da və yazırıq ki, 2x bərabərdir. Kosinus 1-i nə vaxt alır? Bir dəqiqə, burada
Deməli burada bu iki dənə tənliyin həllini biz aldıq. İndi burada nə etmək lazımdır? Baxın, burada bir növdə variantlarla getmək lazımdır. Çünki burada baxın pi bölü 6 üstə gəlir 2 pika bölü 3, bir də pi bölü 2 plus pika. Düzdür? Bunların ortaq kökünü tapanda bunların əkobunu tapırıq hər birinin. Pi bölü 6 ilə pi bölü 2-nin əkobu pi bölü 2-dir. İndi 2 pika bölü 3-dən deməli pikanın da əkobu yenə bizə verir neçə pika verir? Deməli 120 ilə 180-in o əkobu bizə verir 360 dərəcə. Beləliklə biz alırıq pi bölü 2 üstə gələk deməli 2 pika. İndi baxın deyirik ki, daha doğrusu cavab burada D bəndi olar. Amma baxın pi bölü 2-ni qoysaq, onda sinus nə alırıq? 3 pi bölü 2 üstə çıxaq 2 vurulsun kosinus pi bölü 2 qoysaq olur pi. O da bərabərdir. İndi sinus 3 pi bölü 2'də alır mənfi 1. Kosinus pi'də də alır mənfi 1. Deməli çıx 2 vurulsun mənfi 1. Bu bizə verir müsbət 1. 3 vermir. Deməli pi bölü 2 ilə olmaz. Amma mənfi pi bölü 2 olsa, onda biz alarıq sinus mənfi 3 pi bölü 2. Sinusda tək funksiya olduğuna görə mənfi çıxır qabağa. Olur mənfi sinus 3 pi bölü 2. Çıxaq 2 vurulsun kosinus. Deməli 2 vurulsun mənfi pi bölü 2 bizə verir mənfi pi. Kosinusda cüt funksiya olduğuna görə mənfini udur. Kosinus pi qalır. Beləliklə mənfi sinus 3 pi bölü 2 də mənfi 1 alır. Çıxaq 2 vurulsun. Deməli mənfi 1 o da bizə verir müsbət 3. Beləliklə doğru cavab olur. Bizdə E bəndi. Sonra 140-cı suala baxaq. 140-cı sualda deyilir ki 3 tangens arkotangens kvadratı x çıxaq 4 pi vurulsun arkotangens x üstə pi kvadrat bərabər 0 tənliyini həll edin. Biz dərhal vuruqlara ayıraq bu kvadrat üçədilini. Bağışlayın, burada tangens yazdım. Deməli 3 ark kotangens x çıxaq pi vurulsun ark kotangens x üstə gəl deməli daha doğrusu çıxılsın pi bərabərdir 0. Buradan deməli bu mötərizələrin hər biri ayrı-ayrılıqda 0-a bərabər olmalıdır. Deməli birinci mötərizədən biz alırıq ki, ark kotangens x bərabərdir pi bölü 3-ə və ark kotangens x bərabərdir pi-yə. Hər iki bərabərlərin hər iki tərəfini kotangensləsək, onda alırıq birincidə x bərabərdir. Deməli biz nə alırıq? X bərabərdir kotangens pi bölünsün 3. Pi bölünsün 3 alırıq. Digər tərəfdə isə x bərabərdir kotangens pi alırıq. Biz bilirik ki, kotangens pi-də deməli təyin olunmayıbdır. Amma x bərabərdir kotangens pi bölü 3. Pi bölü 3'də biz nə alırıq? Yan 60 dərəcədə kök altında 3 bölünsün 3. Deməli doğru cavab olar B bəndi. Sonra bu ifadədə 141-ci tənlikdə tənliyin köyləri cəmini tapmaq tələb olunur. Bərabərin hər iki tərəfini sinuslasaq, onda olur x kvadratı. Çünki sinus ilə ark sinus bir-birini aparır. X kvadrat çıxaq 3x üstə gələ 2-də 1 bərabərdir. Sağ tərəfdə isə sinus pi bölü 6. Pi bölü 6-da 2-də 1 alır. Deməli bu 2-də 1 ilə bu 2-də 1 bir-birini aparır. Beləliklə x kvadratı çıxaq 3x bərabərdir 0 olur və tənliyin köyləri cəmi 3-ə bərabərdir. Yəni doğru cavab olur C bəndi. Sonra 142-ci suala baxaq. 142-ci sualda da eyni qayda ilə deməli bərabərin hər iki tərəfini sinuslasaq olur sinus ark sinus x üstə gəl pi bölək 2 bağışlayın 3 yazdım bərabərdir sinus pi bölünsün 3. Deməli sinus ilə ark sinus bir-birini aparır. Beləliklə x üstə gəl 1 bölünsün 2 bərabərdir. Sinus pi bölü 3-də kök atı 3 bölünsün 2 alır. 2'lər də bir-birini aparsa onda x bərabərdir. Kök atı 3 çıxılsın 1 almış olarıq ki doğru cavab E bəndi olur. Sonra 143-cü suala baxaq. 143-cü sualda deyilir ki ark sinus mötərizə içində x kvadratı çıxaq 4 bərabərdir ark sinus 2x üstə gəlinsin 4. Hər iki tərəf ark sinus olduğuna görə ark sinusları atsaq, onda nə qalar? Qalar nə? X kvadratı çıxaq 4 bərabərdir 2x üstə gəl 4. Beləliklə x kvadrat çıxaq 2x çıxaq 8 bərabərdir 0. Vuruqları ayırsaq x çıxaq 4 x üstə gəl 2 bərabərdir 0-dan. x1 bərabərdir müsbət 4-ə, x2 isə mənfi 2-yə bərabərdir. Müsbət 4 cavabı da olmadığı üçün ancaq biz mənfi 2 cavabını götürürük. Sonra 144-cü tənlikdə
Demək tənlik köllər cəmini tapın. Yenə hər iki tərəfi sinuslasaq, x kvadrat çıxaq 4x üstə gələ 2 bərabərdir. Mənfi sinus pi bölü 2-də də alır 1, yəni mənfi 1. Beləliklə x kvadratı çıxaq 4x üstə gələ 3 bərabərdir 0-dır. Biz vuruqları ayırsaq x çıx 1 vuraq x çıx 3 bərabərdir 0. Deməli, beləliklə tənlik köllər cəmini soruşur. Bağışlayın, tənlik köllər cəmini soruşursa elə Viet teoreminə görə x1 üstə gələ x2 bizdə müsbət 4 olmalıdır. Yəni doğru cavab C bəndidir. Sonra 145-ci sualda oxşar qaydadadır. Deməli yazırıq 3 ark kosinus kvadratı x çıxaq 4 pi ark kosinus x üstə gəl pi kvadratı bərabərdir 0. Beləliklə 3 ark kosinus x çıx pi vurusun ark kosinus pi x çıxaq pi bərabərdir 0. Beləliklə birincidən ark kosinus x bərabərdir pi bölə 3 alarıq. İkinci mötərizədə isə ark kosinus x bərabərdir pi alarıq. Beləliklə deməli ark kosinus x bərabərdir pi bölü 3-də hər iki tərəfi kosinuslasaq x bərabərdir kosinus pi bölü 3 alarıq. Bu bizə demək 2-də 1 verir. İkinci bərabərlikdən isə x bərabərdir kosinus pi alırıq ki, kosinus pi o da bizdə mənfi 1 verir. Beləliklə tənlik köllər cəmi dedikdə 2-də 1 ilə mənfi 1-i toplayarıq, mənfi 2-də 1 alarıq. Sonra 146-cı suala baxaq. 146-cı sual olduqca maraqlı bir sualdır, amma sualı şərtini yazmamışdan qabaq gəlin belə bir ifadəni yadımıza salaq. Ark sinus x üstə gəl ark kosinus x bizə nə verirdi? Pi bölünsün 2. İndi burada baxıram ki, kvadratlar fərqidir. Mən vuruqları ayırıram. Ark sinus x çıxaq ark kosinus x. Eyni zamanda ark sinus x vurulsun. Daha doğrusu üstə gəlinsin ark kosinus x bərabərdir pi kvadratı bölünsün 12. Beləliklə bu cəmin, yəni ikinci mötərizənin yerinə biz pi bölünsün 2 yazırıq. Beləliklə ark sinus x çıxaq ark kosinus x üçün biz nə alırıq? Pi kvadratı bölək 12-ni pi bölək 2-yə böldükdə qalır pi bölünsün 6. Beləliklə üstəki bu eynilikdən bax bu ifadəni ikinci bu tənliyi tərəf-tərəfə toplasaq nə alırıq onda? 2 ark sinus x, ark kosinus x'lər bir-birini aparır. Bərabərdir pi bölək 2 ilə pi bölək 6-nı toplayırıq. Alırıq 6-da neçə pi? 4 pi. Bəli, 6-da 4 pi. Beləliklə ark sinus x bərabərdir. Deməli, iki tərəfi 2-yə bölsək qalır 2 pi bölək 6. Bu da bizə pi böl 3 verir. Deməli, ark sinus x bizə pi böl 3 verirsə, biz fikirləşirik ki, sinus neçə dərəcədə pi bölü 3-də nə alırdı? Deməli, kök adda 3 bölü 2 alırdı. Beləliklə, x bərabərdir kök adda 3 bölünsün 2, yəni A bəndi olmalıdır. Sonra 147-ci suala baxaq. 147-ci sualda bənzər sualdır. Əvvəlkilərlə eynilik təşkil edir. Beləliklə, deməli, kosinus 2x çıxaq sinus 2x bərabərdir sinus 2x üstə gəl 1. Beləliklə, tənin neçə kökü var? Biz yazırıq kosinus 2x çıxaq 2 sinus deməli 2x bərabərdir 1. Belə bir tənliyi aldıq. Gəlin bu tənliyin hər iki tərəfini biz kvadrata yüksəldək. Kvadrata yüksəltməklə nəyəsə nail ola bilərik. Və yaxud biz belə eləyə bilərik. Kosinus 2x-in yerinə yazarıq. Deməli 1 çıxılsın 2 sinus kvadratı nə yaza bilərik? Sinus kvadratı biz nə yaza bilərik? Yəni belə bir şey eləyək. Bərabərin hər iki tərəfini kvadrata yüksəldək. Bu daha rahatdır. Deməli, hər iki tərəf kvadrata yüksəlsək, birincinin kvadratı kosinus kvadratı 2x çıxaq 2 vurulsun. Kosinus 2x sinus 2x sonra üstə gələ ikinci ifadənin kvadratı sinus kvadratı 2x bərabərdir. Biz nə almış oluruq? Deməli sinus kvadratı 2x üstə gəl 2 sinus 2x üstə gəl 1. İndi burada sinus kvadratı x-ləri aparsaq, sinus kvadratı 2x-ləri bir-birini aparsa, bu biraz bizə yoxsa çətin bir şey verir. Bir dəqiqə. Bəli, burada biz nə edirik? Kosinus kvadratı 2x-in əvəzinə yazırıq. 1 çıxaq sinus kvadratı 2x çıxaq, deməli 2 kosinus 2x sinus 2x
bərabərdir. Deməli 2 sinus 2x üstə gəl 1. Beləliklə biz buradan birləri islah aparsaq, bərabərin solundakı ifadəni də sağına keçirdirik. Beləliklə sinus kvadratı 2x üstə gələk 2 sinus 2x kosinus 2x üstə gələk 2 sinus 2x bərabərdir 0. Buradan biz sinus 2x'i ortaq vuruq çıxartsaq, deməli qalır sinus 2x üstə gələk kosinus 2x üstə gələk 2 bərabərdir 0. Beləliklə sinus 2x bərabərdir 0 olmalıdır və yaxud da ki sinus 2x üstə gəl kosinus 2x bərabərdir mənfi 2 olmalıdır. İndi burada biz nə edə bilərik? Deməli bu ifadədə sinus 2x bərabər 0-sa da, deməli 2x bərabərdir 0-ı nə zaman alırdı? Pi k-da. Buradan x bərabərdir pi k bölünsün 2 almış olarıq. Eyni zamanda ikinci tənlik yenə bir xüsusi bir tənlikdir. Bu tənlikdə deməli biz sinus x üstə gələk kosinus 2x üstə gələk kosinus 2x bərabər mənfi 2 isə də, deməli biz bunu ifadə kimi açsaq, kök altda 2 vurulsun, sinus nə yazmış olarıq? Deməli sinus, deməli mötərizəsində 2x üstə gələk 45 dərəcə bərabərdir mənfi kök altda 2 almış olarıq. Buradan sinus 2x üstə gələk 45 dərəcəni tapsaq, mənfi, bağışlayın, burada 2 idi. Mənfi 2-ni kök altda 2-yə böldükdə mənfi kök altda 2 alırıq. Biz də bilirik ki, artıq sinus heç bir zaman mənfi kök altda 2 ala bilmir. Deməli bu tənliyin həlli boş çoxluqdur. İndi bizdə deyək 0-2 pi aralığında tənliyin neçə müxtəlif kökü var? Deməli biz burada k-ya 0 versək, 0 alarıq. K-ya 0 verənməlik 1 versək, x bərabərdir. Deməli pi bölünsün 2-dir. Sonra k-ya 2 versək, x-ə biz pi alarıq və k-ya biz 3 versək, x-ə biz 3 pi bölü 2 alarıq. K-ya 4 verdiksə 2 pi alarıq. Hansı ki 2 pi bu həldə daxil ola bilməz. Beləliklə tənliyin 3 kökü olar. Sonra 148-ci sualda deyilir ki, verilmiş bu tənliyin 0-2 pi aralığında neçə kökü var? Dərhal tənliyi yazaq. Sinus 2x üstə gəl kök altda 3 kosinus x bərabərdir kök altda 3 2 üstə gələk 2 sinus deməli x üstə gələk 2 sinus x tənliyi bu şəkildə yazdıq. İndi sinus 2x'i atsaq olur 2 sinus x kosinus x üstə gələk kök altda 3 kosinus x bərabərdir kök altda 3 üstə gəl 2 sinus x. Nə edirik? Bərabərin sol tərəfində kosinus x'i ortaq vuruq çıxartsaq olar 2 sinus x üstə gəl kök altda 3 deməli bərabərdir. Kök altında 3 üstə gəl 2 sinus x. İndi baxın, biz sağ tərəfdəki ifadəni bərabərin soluna keçirsək, görərik ki, sol tərəfdə mötərizənin içindəki ifadə ilə eyni ifadə almış olur. Ona görə ortaq vuruq kimi kök altda 3 üstə gələ 2 sinus x-i çıxartsaq, qalır nə? Kosinus x çıx 1 bərabərdir 0. Deməli, birinci tənlikdən sinus x bərabərdir mənfi kök altda 3 bölünsün 2 almış oluram. İkinci tənlikdə isə kosinus x bərabərdir 1 tənliyi cavabını almış olaram. İndi sinus mənfi kök altda 3 bölü 2-ni nə vaxt alırdı? Bir 3-cü rübdə, bir də 4-cü rübdə. Hansı ki 0-2 pi aralığına daxildir. Deməli 2 dənə tənliyimizin kökü buradadır. Kosinus x bərabərdir 1 tənliyində isə biri ancaq bircə dəfə alır 0-2 pi aralığında. Ona görə deməli cavab olmalıdır 3 dənə. Amma burada biz baxırıq ki, biri nə vaxt alır? Ya 0-da, ya da 2-də. Hansı ki, bunların heç birində şərtə görə ala bilməz. Deməli, bu tənliyin həlli boş. Bizim artıq bu intervala daxil deyil. Ona görə də yalnız və yalnız tənliyimizin 2 kökü olmalıdır. Bir də indi sonuncu suala baxaq. 149-cu sualda belə bir tənliyin 0-2 pi aralığında neçə kökünün olduğunu tapmaq tələb olunur. Nə edirik? Buna görə əvvəlcə ortaq məxrəc edirik. Ortaq məxrəc 1 üstə gəl kosinus x-in 1 üstə gələk sinus x-i olan hasilidir. Deməli, sürətdə alıram sinus x, üstə gələk sinus kvadratı x, üstə gələk kosinus x, üstə gələk kosinus kvadratı x bərabərdir 1. Beləliklə, sinus kvadratı x ilə kosinus kvadratı x-in cəmi bizə verir 1. Nə alırıq? 1 üstə gəl sinus x üstə gəl kosinus x bərabərdir. Biri də bu mötərizələrə vursaq, yenə həmin mötərizələrin özünü almış olarıq. Ona görə gəlin mötərizələr bir-birinə vuraq. 1 üstə gəl sinus x, üstə gəl kosinus x, üstə gəl sinus x kosinus x. Biz baxırıq ki,
Birlər islah olur, sinus x-lər islah olur, kosinus x-lər islah olur və biz bu ifadəni alırıq. Sinus x, kosinus x o da bərabərdir 0-a. Bərabərin hər iki tərəfini 2-yə vursaq, heç bir dəyişiklik olmaz. Sol tərəfdə biz sinus 2x alırıq, sağ tərəfdə isə 0. Sinus 2x bərabər 0-sa buradan 2x bərabərdir. Sinus nə zaman 0 alırdı? Pi k-da. Beləliklə x də bərabərdir. Pi bölünsün 2 vurulsun k. 0-2 pi aralığı deyirsə k-ya 0 verməliyik, k-ya 1 verməliyik. Onda x bərabərdir pi bölü 2. K-ya 2 versəm x bərabərdir pi. K-ya 3 versəm x bərabərdir 3 pi bölü 2. K-ya 4 versəm 2 pi, bunu da ala bilmərik. İndi baxaq. Burada artıq bəzi nüanslar var. Gəlin tənlikdə kəsrlərin məxrəclərinə baxaq. Pi bölü 2 qoysaq, kosinus pi bölü 2-də 0 alır. 1 üstə 0, 1. Məxrəcdə bir problem yoxdur. İkinci tənlikdə də sinus pi bölü 2-də 1 alır. 1 üstə də 1 gəlirəm, 2. Deməli, bu tənliyimin köküdür. Amma x-in yerinə mən pi qoysam, birinci tənlikdə məxrəc kosinus, deməli, 1 üstə gələk kosinus x-də, deməli, x-in yerinə pi qoyanda kosinus pi-də -1 alır. 1 üstə -1 eləyir 0. Kəsirin məxrəc 0 ola bilməz. İndi x-in yerinə 3 pi bölü 2 qoysam, bu dəfə 1 üstə gələk sinus x olan hissə 0-a bərabər olur. Çünki sinus 3 pi bölü 2-də -1 alır, 1 də üstə gəldikdə 0 edir. Beləliklə, bu tənliyin ancaq və ancaq bu aralıqda bir dənə kökü olar. Beləliklə, biz bu 124-dən 149-cu suala qədər bütün sualların hamısına baxdıq. Videoda baş verən belə texniki qüsurlara görə əvvəlcədən hər birinizdən üzr istəyirəm. Sualları əvvəlcədən özüm həll eləyirəm onsuzdan. Sadəcə olaraq yorğunluqdan irəli gəlir ki, bəzən bax belə həllərdə elədiyim sualın həllində belə bir anlıq özümü ilişdirirəm. Baş verən belə texniki qüsurlara görə də hər birinizdən əvvəlcədən üzr istəyirəm. Bunu yenə deyirəm, bir izləyicimin xahişi ilə çəkdim. Yəni, bu sualları mən fərqli görə bilmədim açığı, amma yenə də fərqli nəsə varsa da, kimin də əlavə təklif və iradları varsa da videonun şərh bölməsində verə bilər. Sağ olun, diqqətiniz üçün təşəkkür ederim.